Elə günü-gündən hər şey qalxır. Ət qalxır, kartof qalxır. Bunu da xaricdən gətirirlər. Yaxşı, bu qazı bütün dünya idxal edirik, biz verdik. İndi niyə özümüzə qalxızır bunu? Görmürsən millət nə gündədir? İş yox, güc yox. Qaz qalxır, nəmişlik qalxır, o qalxır, metro qalxır, hər bir şey qalxır. Sərf eləmirsin ki biz. Ona görə bütün Azərbaycan hamı bütün qaçır. Hamı qaçır. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev sizləri dünya Azərbaycanlılarının həmrəyliyi günü və qarşıdan gələn 2026-cı il yeni il münasibətlə təbrik edirəm. Dünən təbrik etmişdim, amma bir çoxları mənə topa tutdu ki, Tarix Şurası bizdə bayram əhval-ruhiyyəsi qoydu qala. Əziz izləyicilər, bilirsiniz ki, Tarix Şurasını ən çox tənqid edənlərdən biri mənəm. Xaricdən postla ucuz telefon gətirirdi, qabağımızı aldılar, tənqid etdim. Kommunal qiymətlər artanda tənqid etmişəm həmişə. Hər ildə artır. Kitayski maşın görüldü cəmaatı, artıq ona da vergi tətbiq olundu. Tənqid etdim. Əziz Tarix Şura üzvləri, siz də pis, yaxşı, bu Azərbaycan xalqının övladlarısınız. Amma Tarix Şurası heç olmasa 2-cə gün gözləyərdin də bu 92 markalı benzinin qiymətini yanvara saxlayardın da. Onsuz da yanvarda səsin biraz gecikəndə fikirləşirik ki, bunlara nə olub? Nə əcəb qiymətlər qalxmalıdır? O saat elə bir səsimizi eşidib, gecə ikən bir qiymət qaldırılması cübbüldadırsan. Həmrəylik günündə heç olmasa bu xalqla həmrəy olardınız da 2 gün gözləyərdiniz. Bayram təbriki qiymət qaldırma kimi olmur axı. Mənim nə başqaları kimi xaricdən maliyyəm gəlir, nə bir müxalifət partiyası üzvüyəm. Dövlətimizdən aldığım 80 manat veteranlıq maaşıdır. O 80 manat da sizin dəftərlərdə olmaz. Çünki qalxma ehtimalı ümumiyyətlə yoxdur. Amma 92 markalı benzini ancaq kasıblar vurur axı. Cip sürənlər, 4-5-7 motor sürənlərin nəyinə lazım 92 marka benzin? Bir köhnə maşının var, 92 ilə işləyir. Taksi sürücüləri 92 marka işlədir. Gündə 20 manat vururduq. Bundan sonra hər gün 21 manat. Ayda da 30 manat edir. Hər gün uşağa məktəbə 2 manat verirdik. Sizə görə gərək uşağımızın boğazından 1 manat kəsək. Tarix Şurası, vallah yekələrə sizin qərarınızdan heç nə olmur. Olan bu kasıbları olur. Fikir verirəm, mən tənqid etdikcə bu şura elə bir qəzəblənir mənim acığıma. Hər il 2 qat qiymət qalxımı olur. Ona görə də qərara gəldim ki, 2026-cı il və Dünya Azərbaycanla həmrəylik günü münasibəti ilə bu dəfə mən Tarix Şurasını təbrik edim. Əziz Tarix Şurası, arzum budur ki, gələcək 2026-cı ildə fəaliyyətsiz olasan. Səsin gəlməsin, qərarın çıxmasın, bir neçə il gözlərə görünməyəsən, qulaqlara səsin gəlməsin, ləğv olunasan. Həmrəylik günü münasibəti ilə Tarix Şurası sənə Azərbaycan xalqı ilə həmrəy olmağı arzu edirəm.